özündən öncə dəvət həyatına başlamış olan insanların yanında yer almalıdır. Onlarla istişarə etməlidir, onlardan soruşmalıdır, onların yanında bir müddət əyləşməlidir. Nədən dolayı? Yəni, burada onlardan elm almaq anlamında yox, onların təcrübələrindən faydalanmaq. Çünki o, səndən bir neçə addım bəlkə qabaqdadır, düzdür? Sən geridən gəlirsən, o artıq o yolu çizib, o yolda xətaya da düşüb, bəzən xəta eləyib, bəzən insanlara cavab verməməsi gerəkən yerdə cavab verib, bəzən insanların müxatab almaması yerdə müxatab alıb. Artıq bu adamda bir təcrübə var. Ona görə necə sələflər deyirdilər ki, əgər biri sənə öz təcrübəsini verirsə, özünə çox baha başa gələn bir şey sənə pulsuz verir, onu diqqətlə dinlə, o dinləmiş olduğun şeyi ondan götür və faydalan. Yəni, çünki o yıxıla dura o şeyi əldə eləyib, amma sənə yıxılma deyir. Bax, bu yoldan getsən, kəstirmə gedəcəksən, buradan gəlsən, daha rahat gələcəksən deyir. Belə insanların yanında oturub onlara baxmaq lazımdır. İnsanlara necə cavab verirlər, insanlarla necə müxatab olurlar, bir sıxıntı ilə qarşılaşanda necə reaksiya verirlər, problemli insanlar gördükləri zaman onlara, yəni hər insan eyni deyil, düzdür? Məclisdə 30 nəfər əyləşibsə, xüsusən indi bir var öz məclisimizdir, 5-10 nəfər, bir də var ki, bir məclis düşün, yüzlərlə insan var. Orada hər kəsin niyyəti salih deyil, düzdür? Hər kəsin niyyəti gözəl deyil. Biri məclisi pozmaq istəyə bilər, biri işte ortamı gərmək istəyə bilər, biri ortamda fərqli bir abu-hava çıxartmaq istəyə bilər, biri ortamda özünü çox ağıllı göstərməyə çalışa bilər. Belə ortamlarda əgər dəvətçi olan insan zəifdirsə, necə reaksiya verəcəyini bilmirsə, bərabərində nə baş verəcək? Sən zəif olduğundan dolayı ətrafda olan insanları da zəiflədəcəksən. Sənin ağzına baxan, səni diqqətlə dinləyən insanları da zəiflədəcəksən. Ona görə bir müddət dəvətçilərin yanında yer almaq lazımdır. Ən azından bir il.